Salam aleyküm əziz futbol həvəskarları, yenə də topuğa baxırsınız. Əgər siz də bizi kimi dəli kimi mərc eləyirsinizsə, onda mütləq bunu www Topazla eləməlisiniz. Nəyə görə www Topaz? www Topaz ilə legalda mərci bonusla əldə edə bilərsiniz. Yüklürsünüz TFC proqramını, hər voucher aldıqda 244 751 yazıb www Pay seçirsiniz və salam. Bütün depozitlərinizə görə bonus yığılır və hər ikinci gün 0 10 100 12 34 nömrəmizə yazıb dövrəyinizə görə bonuslarınızı maaş kimi ala bilərsiniz. İndi isə keçək oyunlarımıza. Əlbəttə ki, üzümüzə gələn həftələr Çempionlar Liqası var. Dostlar, deməli bütün bu oyunlar mənim öz təxminlərim, öz intuisiyama inanıb elədiyim təxminlərdir. Əlbəttə ki, siz də öz fikirlərinizi, öz intuisiyalarınızı mənim intuisiyamdan qarışdırıb belə bir təxminlərlə hətta şotda yaza bilərsiniz. Deməli, sabahın möhtəşəm oyunu olan 21:45-də Galatasaray Juventus oyunudur. Əlbəttə ki, Galatasaray evdə oynasa da belə Juventus ondan o vaxtdan abişnik qalıb, o qarda Sneijder gəldi, bir dənə qol vurdu, keçdi. Ona görə sabahları ikinci gün Juventus oyuna biraz zloy çıxacaq. Galatasaray da son Çempionlar Liqasında City ilə oyunu biraz bəyənmədim, bilmirəm. Liverpool'la 1-0 oynayanda daha yaxşı oynayırdı. Amma son Türkiyə liqalarında 4 dənə, 5 dənə qol vurduğuna görə elə bir hazır hiss edirəm. Düşünürəm ki, günün birinci oyunu olan Galatasaray Juventus oyunu 2.5 üst ola bilər. Düzdür, heç-heçəyə də çox inanıram ki, Galatasaray bacardığı qədər düzdür, hücum futbol oynayacaq, Juventus kontratak oynayacaq. Ola bilər ki, heç-heçəyə də fırlansın. Amma Juventusun qələbəsini də belə təxmin edə bilərəm. Amma ən belə riskli olaraq 2.5 üst təxmin edirəm. Gecənin oyunları var. Benfica Real Madrid oyunudur. Bəli, Benfica'da Trubin'in qolundan sonra Real Madrid artıq çox əsəbidir Jose Mourinho'ya. Amma Jose Mourinho da Jose Mourinho'dur. Real'ın oyununu, Real'ın bütün taktikasını falan çox gözəl bilir. Real Madrid də son oyunlarda evdə daha yaxşı oyun göstərir. Səfərdə yenə də Benfica'ya da 4-2 hesabı ilə uduzmağından bura gəlir ki, bu iki komanda qollu oyun oynayırlar. Məncə əsəbi oyun olduğuna görə hətta 3.5 üstə yaxud birinci tayın 1.5 üst təxmin edirəm bu oyundan. Monaco PSG 2 fransız komandası. PSG ümumiyyətlə son oyunlardır, bilmirəm, biraz belə zəif başlayıb, yoxsa nə bilim Luis Enrique artıq gedir deyən belə küsmüş futbol oynayır. Amma inanmıram ki, Monacoya qarşı da belə bir küskün futbol oynayacaq. Ən azından PSG-nin time və oyun qələbəsini təxmin edirəm. Borussia Dortmund Atalanta oyunu var. Atalanta mənim canımdır. Yəni mən İtaliya futbolunda ən çox xoşladığım komandalardan biri Atalantadır. Sadəcə Dortmundun başqa bir şansı yoxdur ki, bu oyunda evdə maksimumunu göstərsin. Atalanta son oyunda 2-0 udub, yəni ki, qollu oyunlar oynadığına görə, özünə qayıtdığına görə, halbuki Lukmansızdılar. Yenə də hər iki komandanın qol təxminini eləyirəm, amma Borussia Dortmundun ən azından ev sahibinin 2 topunu da təxmin eləyirəm. Çərşənbə axşamı əlbəttə ki, canımız Qarabağ və Newcastle United komandasından üz-üzə gələcək. Çox qorxulu oyundur mənə görə, çünki ən azından Newcastle Premier Liqanın ən güclü pressing edən komandalarından biridir və Liverpool'la oyunda Qarabağın pressingdə uduzduğuna görə biraz belə çox top idi. Maksimum dərəcədə Qurbanovdan yarım müdafiəni güclü gözləyirəm ki, ən azından pressingdə yeməyək qolları. Newcastle Premier Liqada belə bir atalar sözü var ki, Newcastle United varsa, əlbəttə ki, gücdən zərbə var. Bu oyunda Newcastle United'in, yəni mən bilirsiniz, bir Qarabağdır, bir Manchester United'dir. Bu komandalara qələbə və yaxud məğlubiyyət deyə bilmirəm. Ona görə Newcastle United'in şəxsi 6.5 gücdən zərbə, yəni Uqlov oyunu görürəm və təxmin edirəm. Yenə də uğurlar Qarabağ, Elvin demişkən boş var. Olympiakos Bayer Leverkusen oyunu. Bəli, Bayer Leverkusen bu illər konkret mənə küstürüb, qanımı qaraldıb. Yəni mən Bayer Leverkusen'i Xabi Alonso vaxtından, nə bilim, bu Qarabağla olan vaxtdan, oynayan vaxtlarından çox bəyənirdim. Ümumiyyətlə o bir dənə magiyası var idi. Uzurdu, gəldi 80-dan sonra tap batarab vururdu. Axırda düzdür, Atalanta nətər vurdusa bütün strategiyaları öldü. Olympiakos neожиданно bu il başlayıb belə vəhşi futbol oynamağa. Yəni mən Olympiakosu həmişə belə Qarabağ, yəni bunlar biraz tarixi komandadır, amma ondan zəif komandalar çatan bir şillə qoyurdu Olympiakosun ağzından. Bu il Olympiakos başlayıb normal düzeniyalar eləməyə.
Ona görə niyəsə Olympiakos Bayer Leverkusen oyununa Olympiakosun qələbəsini təxmin edirəm. 2-1 dəqiq şotda gedərdim. Brügge Atletico Madrid. Klub Brügge'nin mən çox bəyənirəm. Amma Atletico Madrid son Barcelona oyundan sonra göstərdi ki, Lukman transferi necə peti transferdir də. Artıq bu adamların hücum heyəti bomba kimi düzəldi. Əvvəllər o avtobus futbolunu nə qədər də oynasa kontratakda eləyə bilmirdi. Çünki bək qaçan oyuncusu yox idi, qol vuran ayağı yox idi. İndi konkret Alvarezdir, Lukmandır, hamısı qaçanlar düzəldi. Ona görə Klub Brügge nə qədər də sevsəm, elə bilirəm ki, Atletico Madrid yenə də bir 3-4 top vuracaq. Ona görə qonaq komandanın 2 topunu təxmin edirəm bu oyuna. Bodo Glimt Inter. Mən haçan ki deyirəm bu Bodo Glimt tutacaq, o qaqaş girib şey edəcək. Bodo Glimt gəlir budur. Bu oyun amma ki Inter inanmıram ki daha Bodo Glimt Inter'i də utsa mənim daha sözüm yoxdur. Yəni mən bu keçirəm oluram Bodo Glimt fanatı da. Yəni bu qədər də yoxdur. Ona görə də Bodo Glimt evdə ən azı bir top vurduğuna görə, yəni City'yə vurdu, daha öncə o birisindən vurdusa Inter'ə də bir top vuracağını düşünürəm. Ona görə hər iki komandanın qolu təxminini edirəm. Çempionlar Liqasından kənar Milan Como oyunu var. Milan mənə görə tarixdə Real Madriddən sonra ikinci böyük klublardan biridir. Həm Çempionlar Liqasında qazandığı kuboklara görə, həm də ki bir komanda kimi belə çox bomba komandadır. Yəni Ancelotti'nin vaxtı mən özüm də uşaq vaxtı Şevçenko'nun fanatı olmuşam deyə ona görə həmişə Milana balet edirdim. Amma Como da bu illər çox möhtəşəm başlayıb da. Yəni Como'nun Fabregas'ın ikinci liqadan birə qayıtmağı, birinci liqada belə şov göstərməyinə görə inanıram ki, Milanın qapısından da qol keçirdəcək. Özdə bunların oyunu həmişə biz necə olur, belə time 1-1 oyun, 3-1, nə bilim, time 2-2 zad, yəni timelı, mayımlı qollu olur. Ona görə də Milan Como oyununa qol üst təxmin edirəm, İtalyan futbolu olmasına rəğmən. Keçək 4-cü günə. Əlbəttə ki, Çempionlar Liqası varsa, UEFA Avropa Liqası da var. Fenerbahçe Nottingham Forest. Bu günləri girib baxıram ki, Fenerbahçe konkretlə hücumsuz oynayır. Elə bir Aktürkoğludur, Talişkadır. Yəni Talişka ilə Nottingham Forest'in qabağına çıxmaq biraz belə. Bir dənə də orada nəsə adı belədir. Yəni mən söz söyləyirəm, qaqaşın adı Sidihlidir. Prosto bilmirəm də o ilə nə edəcək, nə eləməyəcək. Nottingham Forest'də şeydən West Ham'dən 3 xal qalıb apreldə. Onun məcbur ki, bu Avroliqada ən axırıncı variantıdır. O da yəni belə hər şeyi qoyacaq ortaya. Yenə də Fenerbahçe Türk komandasıdır deyə yox, amma favorit olduğuna görə də bu oyunda ən azından hər iki komanda qol görürəm. Bu heç. Bir də ki, küncdən zərbə möhtəşəmdir də. Yəni son zamanlar Fenerbahçe da Nottingham Forest'də yaxşı küncdən zərbə edir. Ona görə tam oyun 10,5 küncdən zərbədə təxmin edirəm. Dinamo Zagreb Genk. Genk ümumiyyətlə son oyunları, həm Avroliqa oyunları, həm də ki çempionat oyunlarında başlayıb belə səni də biraz büzməyə. Mən yəni Genki belə ha vaxtı qələbə olub, belə qələbəyə atıb yatmısan. Son zamanlar Genk bizə nə edir? Yəni qolu gücdən vurur, sonra başlayır time'da uduzur, ikinci time qayıdır. Yəni belə show xarakterli oyun oynayır. Amma ona rəğmən Dinamo Zagreb özünə gəlib. Yəni başlayan kimi hücum oynayır, pressing oynayır, zaşitaya meyilli oynamır. Əgər qabağa keçirsə də dala çəkilmir. Ancaq qabağa oynayır. Ona görə də bu oyunu hər iki komandanın qol təxminini edirəm. Məncə Dinamo Zagreb onu udacaq. SK Brno Bologna. Yenə də gəldi mənim sevdiyim Bologna. Bologna möhtəşəm komanda olsa da son zamanlar biraz başlayıb məni küstürməyə. İndi ona güzad almışam, ola bilsin barışdıq. Amma ki Bologna Brana verməyəcək bu oyunu. Bu oyunda ya Bologna'nın qonaq komandanın şəxsi 2 topu, ya da ki Bologna təmiz qələbə təxminini edirəm. Bologna bu dəfə də küstürsən barışdı yoxdur. PAOK Celta oyunu. PAOK da bomba başlayıb indi Avroliqada. Bu Celta da gözəl başlayıb. Ona görə bu oyunda elə bilirəm ki, hər iki komanda belə o qədər qol vurmaq istəyəcək ki, qol vura bilməyəcək. Niyəsə 2,5 altda görürəm bu oyunu və heç-heçə, yəni 1-1, 0-0-da təxmin edirəm. Sırf intuitiv olaraq bu təxmin edirəm. Yəni yazsaz diqqətlə fikirləşin. Crystal Palace Zrinski. Bu artıq Avropa Konfranslar Liqasıdır. Bəli, UEFA Liqası varsa, Avropa Konfrans Liqası da var. Sözsüz ki, Crystal Palace bu oyunda belə şov göstərəcək. Çünki həm favorit verirlər,
həm az əmsaldır və həm də ki, Crystal Palace neçə oyundur özünə gələ bilmirdi. Son artıq zədədən oyunçuları da geri qayıtdı. Artıq psixoloji durumları da düzəlib. Mənə görə hələ ki favorit Konferans Liqasında olardı. Ona görə daha çox Crystal Palace-ın qələbə 2.5 üstünü təxmin edirəm. Kuopion Palloseiro ilə Lech oynayır. Əlbəttə ki, Lech də bu Konferans Liqasında favorit komandalardan biri sayılır. Ona görə Lech dəqiq qələbədir də. Yəni ki, bu təxmin intuitiv və ən 100% əmindiyim konferans oyununda budur ki, Lech 100% qələbə qazanacaq. Hətta time oyun qələbədə təxminini eləyirəm. Sigma Alamok Lazana Sport oynayır. Sigma Alamoku ümumiyyətlə konferans liqasında baxmışsınızsa vəhşi kimi başlayıb. Hələ bir full şanslarını olur, sensativ kimsə gəlib çempion olur. O vaxtı Porto'ydu, sonra Deportivo'ydu. Burada da yəni Sigma Alamok məncə ən sensativ bir komandadır ki, bəlkə də konferans liqasını riski çevirdi və qalibi oldu. Ona görə bunu da təmiz qələbə olaraq təxmin edirəm. Wolverhampton Arsenal oyunu var Premier Liqada. Arsenal keçən həftə 1-1 elədi. Bütün cəmaatın evini yıxdı. Amma Wolverhampton artıq onsuz da çıxa bilmir yuxarı. Artıq Championship'in bileti alınıb. Ona görə Arsenal da qələbə lazım olduğuna görə məncə time 1.5 üst yaxud Arsenalın 2.5 üst şəxsi topuna təxmin eləmək olar. Gecənin oyunlarımız var. 4-cü gündən gecəyə keçən UEFA Avropa Liqası ilə UEFA Avropa Konferans Liqası var. Avropa Liqasında Lille Zvezda Zvezda oyunu var. Lille də yəni ki, məcburi elə bir udmalıdır da. Zvezda Zvezdaya son oyunda o qədər inandım ki, Zvezda Zvezda yəni belə batırdı da konkretlə, amma Lille də məncə həmişə deyir o deyəndə səbir gəlir. Gəlmədi bu dəfə. Ona görə Lille ilə Zvezda Zvezdaya qələbə yox, hər iki komandanın qol təxmin etmək lazımdır. Məncə Lille'in qələbəsi qaçacaq həmən günü. Panathinaikos Victoria Plzen. Panathinaikos da mənim Avropa Liqasında favorit komandalarımdan biridir. Elə bilirəm ki, Panathinaikos da Victoria Plzen də axırıncı oyun konkretlə oynadı. Ya mən dedim ki, Victoria Plzen Dadiba dirəşə bilməyəcək, amma time'da da vurdu, özünü də belə mujik kimi göstərdi. Ona görə Panathinaikos'un qələbə və hər iki komandanın qol təxminini edirəm bu oyuna. Celtic Stuttgart komandası. Celtic də Stuttgart da hər ikisi möhtəşəm və super qollu komanda olsa da Avropa Liqasında niyəsə son zamanlar o full özlərini göstərə bilmirlər. Məncə özlərini bu oyuna saxlayırdılar. Əlbəttə ki, niyəsə Celtic'in qələbəsini görürəm evdə. Stuttgart favorit olsa belə. Ona görə hər iki komanda qol və üst təxminini edirəm ki, daha da bezapaslı bir təxmin olsun. Ludogorets Ferencvaros. Ferencvaros bura qədər gəlib çıxdığına hələ mən özüm də şokdayam. Çünki çox biabırçı futbol oynayırlar. Düzdür, qələbələr, qollar, nitsiyələr olur, amma nəsə elə bilirəm ki, Ludogorets səttini keçəcək qədər güclü deyirlər. Bir damcı biraz onları favorit veriblər, amma mən diri olaraq Ludogorets favorit görürəm və Ludogorets-in tək qələbəsini təxmin edirəm. Avropa Liqası var, yəni ki, Avropa Konferans Liqası var. Bialystokla Fiorentina oynayır. Yagellonia'da deyirlər ona, amma mən Bialystok deyirəm həmişə ona. Listok sözündən yadımda qalıb. Fiorentina da mənim ürəyimdə, əlbəttə ki, qapıda Dexe olan mən Fiorentina'ya baret eləyə bilmərəm. Özdə həmişə istəyirəm ki, Fiorentina yox qol gəlsin ki, Dexe'dən qol vurmasınlar. Buna bir rəğmən də Fiorentina'nın şəxsi qələbəsi təxmin edirəm, çünki Fiorentina keçməlidir, variantı yoxdur. Omonia ilə Rijeka oynayır. Rijeka da bu il konferans liqasında özünü yaxşı göstərməyə başlayıb. Düzdür, son oyunlarda biraz büdrədir. Omonia Rijeka oyunlarına nəzər salsaq, Rijeka son oyunlar başlayıb sıxılmağa, son oyunlarda qələbə qazana bilmir. Bəlkə də özünü saxlayıb konferans liqasına, amma ona rəğmən Omonia bomba kimi gedir. Omonia çatana bişirlər, bir təpi, bir yumruq və bu oyunlarına baxsaq dəhşət çox sarı kart oyunlarda olur. Ona görə bu oyunda da 2.5 üst kart təxmin edirəm. Məncə hətta qırmızı da var. Drita Chelsea. Chelsea bax bu konferans liqasının ikinci o sürpriz komandasıdır ki, bura qədər gəlir. Baxırsan ki, 1-0 uduzur, İriski 80-dan sonra tap 2 dənə vurdu. Baxırsan 0-0-dur, 75-dən sonra 3-0 uduzur.
İkinci taymı çox möhtəşəm oynayır Chelsea. Ona görə qonaq komandanın ikinci taymda daha çox qol vuracaq təxmin edirəm ki, Chelsea özüdür. Şkendia Samsunspor. Bəli, Samsunspor bilirsiniz ki, Türkiyədə artıq təzə komandam var mənim. Amma buna rəğmən Şkendia yəni elə belə komanda deyil. Sırf heç-heçə görürəm bu oyunu, yəni ki, təxmin edirəm. Amma sırf intuitiv çox istəyirəm ki, Samsunspor qələbə qazansın. Amma məncə heç-heçədir. Əlbəttə ki, hər futbol həvəskarının ən sevdiyi gün şənbə və bazar günüdür. Elə mənim də, çünki Premier Liqanın həmişə o dəli oyunları olur. İlk oyun saat 19:00-da Premier Liqada Aston Villa Leeds United'dir. Yenə də Aston Villa'dan xal itirəcəyini istəyirəm. Çünki Manchester artıq ona çatmağına çox 3-4 xal qalıb, səhv eləmirəmsə. Amma Leeds United-də belə neçə oynayan komandadır. Vettinger belə Aston Villa kimi komandalara qaz kimi 4-5 dənə buraxır. Tarixin onlardan böyükdür Leeds United. Çox inanıram ki, heç olmasa sən də bir neçə onlardan götürəcəksən. Amma təxminimsə hər iki komandanın qoludur. Əlbəttə ki, Aston Villa'da qələbəyə oynayacaq. Aston Villa'nın qələbəsi daha realdır, amma mən Leeds'dən də qol gözləyirəm. Brentford Brighton oyunu. Brentford nə vaxt lazım olub böyük komandalardan xal götürür. Ən əsas da Arsenal'la çox möhtəşəm oynadı, respekt verdi ona. Düzdür, onun hücumçusu bir-iki dənə də vura bilərdi. Hayf mənim əziyyətimdən. Brentford məncə bu gün də Brighton, yəni bu gün dediyim şənbə günü də Brighton'dan qələbəni qopardacaq. 2.5 üst təxmini də görürəm, amma daha realistik Brentfordun təmiz qələbəsidir. Chelsea Burnley komandası, əlbəttə ki, Burnley vəziyyəti çox pisdir və Chelsea-də ilk beşliyin qorumaq üçün qələbə lazımdır. Çünki Liverpool'la orada bir-birindən cırışırlar. Ona görə Chelsea-də Juan Pedro özünə gəlib, Palmer özünə gəlib. Ona görə qol maşınları yerindədir deyən, hətta birinci taym 1.5 üst təxminini edirəm. West Ham Bournemouth oyunu. Вот это совсем другой разговор. West Ham konkretni Nottingham Forest'in yəni yaxasından yapışıb buraxmır. Aralarında 3 xal var, Championship'ə kim gedəcək bilinmir. Ona görə West Ham Manchester'la da oyunda niyə hamıya uduz gəl Manchester'la belə bir Barcelona kimi oyna. West Ham çox istəyirəm qalib olsun, amma bu oyunda da niyəsə heç-heçə görürəm. Yenə də 1-1-2-2. Hər iki komandanın qol təxmini ən realistik mənə gəlir. Davam eləyək, elə gecənin oyunları da var. Manchester City Newcastle United'dir. Newcastle United biraz yorğun qayıdacaq, amma Manchester City'yə dəqiq qələbə lazımdır. Çünki Arsenal xal itirib, bu dəqiqə Manchester City qəti xal itirməyə variantı yoxdur. Newcastle United-də olduğu yerdə həmişə kün zərbəsi var. Amma burada City ilə Newcastle oyununa hər iki komanda qol və üst təxmin edirəm. Crystal Palace Wolverhampton oyunu var bazar günü saat 18:00-da. Crystal Palace məncə Wolverhampton'ı məhv edəcək. Çünki Wolverhampton artıq itirəcək və yaxud qazanacağı heç nə yoxdur. Amma Crystal Palace hələ də Avroliqaya, hətta biraz da çalışsa Çempionlar Liqasına oynamağa da şans qazana bilər. Biraz qeyri-realistik olsa da bu futbolda burada hər şey ola bilər. Crystal Palace təmiz qələbə. Sunderland Fulham oyunu. Sunderland Fulham oyununda mən Fulham'dan keçən dəfə şou gözləyirdim. Yenə də Fulham gəldi. Öz o köhnə xəssiyyətinə, Nietzsche, öz köhnə xəssiyyəti belə yenə də topa sahib olmamaq, zaşitəyə oturmaq. Mən Fulham'ı belə görmək istəmirəm, amma inanıram ki, Sunderland oyununda yenə də sensasyon qələbəsini qazanacaq. Fulham'a da ən azından qonağın 1.5 üstünü görürəm. Nottingham Forest Liverpool oyunu. Liverpool da son zamanlar özünə qayıdıb, Wirtz'in artıq ayağı topa dəyir və neçə oyunda qol da vurur. Liverpool da top klubdur da, nə qədər də bunu bir başqa komandanın fanatı olsam da bunu danmıram. Ona görə Liverpool Nottingham Forest oyununda da qol üst görürəm, yaxud Liverpool qələbə 1-5 üst. 20:30-da Tottenham Arsenal oyunu var, möhtəşəm. Tottenham'ın son zamanlar büdrəməyinə
rəğmən nəsə elə fikirləşirəm ki, Arsenalı üstünə düşürlər, Arsenalı slivat eləmək istəyirlər. Amma Arsenal öz qolunu 100% Tottenhamın qapısından tapacaq. İndi Tottenhamda neçə oyundur yox qol oynayır. Bəlkə bu oyun artıq qol olar. Arsenal qələbə və hər iki komandanın qolunu görürəm. Çünki prinsipial oyun olacaq. La Liga var həmən günü. Gecə Atletico Bilbao Elche oyunudur. Elche də yəni son zamanlar başlayıb büdrəməyə, elə bir skorus 1, 2, 3 verir, keçmir. Amma Atletico Bilbao da Nico Williams'dan, qardaşı Williams da artıq öz formalarını yığıblar, başlayıblar qol vurmağa, başlayıblar asistlər eləməyə. Ona görə Atletico Bilbao özünə gəldiyinə görə Atletico Bilbao'nu qələbə görürəm, qələbə təxmin edirəm. Real Sociedad, Real Oviedo. Sociedad'a qələbə su kimi lazımdır. Ona görə də 100% olaraq ki, Oviedo ilə it kimi oynayacaqlar. Özə Sociedad'ın son zamanlar statistikasına baxsaq, time'da vurur. Luboy time'da bir dənə topu var. Ona görə Real Sociedad birinci time S05 qol təxmin edirəm. Şənbə günü Real Betis, Rayo Vallecano oyunu var. Rayo Vallecano da bomba başlamışdı. Bütün top klublara konkretlə diş göstərirdi, belə üz-üzə gəlirdilər. Son oyunlar yenə də başlayıb belə fısı yatmağa. Amma Real Betis əlbəttə ki, mənim ən sevdiyim oyunculardan biri Anthony başlayıb qol vurmağa, yenə də qol maşınına dönüb. Ona görə Real Betis də Real Sociedad kimi başlayıb time'larda qol vurmağa. Bu oyunun tam nəticəsini bilmirəm, çünki Vallecano'da qələbə lazımdır. Ən azından Nitsiyə də dönə bilər. Real Betis'in şəxsi 2 topu yaxud time'da 1 topuna təxmin edirəm. Osasuna Real Madrid oyunu. Bax, bu oyun çox qəribə oyundur mənə görə. Nəyə görə deyəcəm? Çünki Real Madrid'i biraz favorit olaraq əmsallar verilməyib və nə bilim, bilmirəm. Bəlkə burada nəsə aldadıcı bir şey ola bilər. Həm də ki, zədəsi də yoxdur. Bəlkə deyirəm, Çempionlar Liqasından yorğun qayıdacaq deyən, həm də Osasuna evdə biraz qapalı oyun oynadığına görə Real Madrid'in qələbəsindən qorxub 2,5 üst, yaxud hər iki komandanın qolunu təxmin edirəm ki, məncə Osasuna'da vuracaq, amma 0-0 da əsl əyninədir. Realda olur, arada riski 0-0 oynayır, dünyanın yarısı bədvaxt olur. Gecənin oyunu var, Atletico Madrid, Espanyol. İspaniyada təzə favorim var, Atletico Madrid. Düzü Simeone'dən nə qədər zəhləm geçsə də, indiki sastavı əsl FIFA'da seçiləsi sastavdır. Atletico Madrid'in Espanyolla oyununda Atletico Madrid başlayıb yenə də time'larda möhtəşəm oynamağa. Espanyol da time'da qol vuran komandadır deyən Atletico Madrid Espanyolun birinci hissə 1-5 üstünü təxmin edirəm. Və bazar günü də 3 oyunumuz var. Xetafe, Sevilla. Sevilla bu il biabırçılıq. Hələ bir ki, bu komanda ömür boyu futbol oynamayıb. Hansısa Azərbaycan bir futbol klub səviyyəsinə düşüb. Halbuki, yəni, məncə mənəm deyən komandaydı Sevilla. Amma buna baxmayaraq Xetafe başlayıb xodlanmağa. Yəni, artıq Xetafe'nin qələbələri, Xetafe başlayıb statistik oyun göstərməyə. Bu da sırf statistik olaraq əslində heç-heçə 1-1-ə daha çox oxşuyur. Hər iki komandanın qolu belə bezapaslı bir təxmindir. Barcelona, Levante, əlbəttə ki, Barcelona Atletico Madrid oyundan sonra çox yanıqlı və çox acınacaqlıdır. Ona görə elə bilirəm ki, Flick öz sevgisini qaytarmaq üçün Levante'nin qapısına bir 5 dənə top vuracaq. Barcelona'nın şəxsi 3,5 üst qolunu təxmin edirəm. Celta, Mallorca oyunu var. Celta da UEFA'dan yorğun qayıtsa da Mallorca da çox belə qol vuran komandadır. Evdə daha yaxşı oynayır, amma səfərdə də qolu var deyən bu oyunu da hər iki komandanın qol təxmin edirəm. Həmən günə Almanya Bundesligası var. Almanya Bundesligasını çox sevirəm. Union Berlin, Bayer Leverkusen oyunu. Bu oyun Bayer Leverkusen olmayacaq. Bax, bunu deyirəm, bu ayrıca da paylaşıb qoyacağım ki, baxarsınız, Union Berlin, Bayer Leverkusen'i tapdalayıb keçəcək. Yəni, mən burada Union Berlinin şəxsi qələbəsini təxmin edirəm və əminəm özüm kimi, amma futbolda hər şey ola bilər. Wolfsburg-Augsburg oyunu var. Möhtəşəm oyundur. Ümumiyyətlə, hər iki komanda qola meyilli komandadır. Hər iki komanda time'da qol vuran komandadır. Bu komandalara da oyununa da belə risksiz olaraq 2,5 üst girmək olar. Yəni, mənim təxminim budur.
Köln-Hoffenheim oyunu var. Köln'ü bu il konkretlə belə sevdim. Elə mən də kimi sevirəm, hamısı uduzur da, yəni düşmür. Bəlkə də bu komandalar bədbəxt eləyən mənəm, amma Hoffenheim kotlet çərəkdir də konkretində. Ona görə bu oyunda da hər iki komandanın qolu, hətta Hoffenheimin qələbə qolunu da görürəm. Bavariya Eintracht Frankfurt. 100% bu oyunda heç nəsiz də, yəni yazmağa bir şey tapmasaq da Kane'in qolu və yaxud Kane'in penaldan qolu penal olacaq təxmini də olar. Çünki son zamanlar Bavariya başlayıb penal vurmağa, bunu qaçırtmaq olmaz. Və künc zərbəsi burada gözəldir. Şəxsi Bavariyanın 6.5 künc zərbəsinin üstünü təxmin eləmək olar. Leipzig-Dortmund oyunu var. Dortmund yorğun qayıtsa da Leipzigə dəli kimi qələbə lazımdır. Çünki elə bir yerdədir ki, bu oyun ona su kimi lazımdır da. Amma Dortmund da istəmir öz yerindən tərpənsin. Ona görə bu oyun məncə birinci hissə 1.5 üst təxmin, yəni time-da elə məncə 4+ da gələ bilər. Yəni dəli qollu oyun olacaq. Bazar günü də bir 18:30-da mənim ən sevdiyim komanda var, Freiburg. Bayern München Gladbach'la oynayır. Amma Freiburg bu oyun elə bil ki Nietzsche oynamaq istəyir. Başa düşə bilmirəm, statistikalarına baxıram ki, hələ bir Freiburg'un Nietzsche vaxtı çatıb. Ona görə hər iki komandanın qol təxmin edirəm. Çünki Bayern München Gladbach'ın da niyəsə qolunu görürəm bu oyun. Amma Freiburg'un qələbəsini çox istəyərdim. St. Paulo Werder Bremen komandası. Bu oyun biraz belə qəribə oyun olduğuna görə bu oyuna təxmin verə bilmirəm. Ona görə amma növbəti oyun Heidenheim Stuttgart oyunu 3.5 üst nəzəriyyəm var bu oyuna. Çünki həm Stuttgart'a, həm Heidenheim'a qələbə lazımdır. Çox yaxın üzürlər. Ona görə yəni oyun stilistikası çox yaxındır. Hər iki komanda qola meyllidir. Ona görə Stuttgart'ın qələbəsi yaxud da Stuttgart qələbə 3.5 üstə təxminini eləyirəm. Əlbəttə ki, hansı futbol Serie A-sız olar? Heç bir futbol Serie A-sız olmaz. Serie A-da da oyunlarımız var. 18:00-da Juventus Como oyunu var. Juventus Çempionlar Liqasında oynamağına rəğmən Serie A-da da vəziyyəti artıq yaxşılaşmağa gedir. Son oyunlar başlayıb özünə gəlməyə. Ümumiyyətlə Juventus bu sezon daha yaxşı oynayır keçən sezon. Ona görə Como nə qədər də mənim canım ciyərim olsa da Juventus ən azı 2-1 Como'ya elə bilirəm ki vuracaq. Juventus'un qələbə üstünü də görürəm, amma sırf qələbə ən bezapasını təxminimdir. Lecce Inter oyunu. Lecce yenə də fısı yatıb. Lecce yenə də biabırçı oyunu oynayır. Başlayıb biabırçı oyunu oynamağa. Ona görə də favori Inter'dən qabağında heç nə eləyə bilməyəcək. Mən hətta yox qol da deyərdim bu oyuna. Inter'in şəxsi 2 topunu yazıb belə atıb yatmaq olar. Yenə də mənim təxminim Inter qələbə 1.5 üstün. Cagliari Lazio oyunu var. Lazio da son zamanlar başlayıb belə bir sənə çatanı uduzmağa. Atalanta ilə oyunda da heç bir dənə normal atak eləmədi. Konkret belə bir sənə fıs oyun gedir. Elə də Cagliari. Ona görə bu oyuna da heç bir təxminim yoxdur. Yəni mən olsam yan keçərdim. Elə bir oyun da əlbəttə ki Genoa Torino oyunu da belə bir sənə sevinircən o. Yəni belə son zamanlar yaxşı oynayır, amma bu Torino ilə oyunu da belə də, yəni bu oyuna da vaz keçərdim. Amma bazar günü Serie A-da Atalanta-Napoli oyunu var ki, bəhbəhdir də. Həm Atalantaya, həm Napoliyə qələbə lazımdır. Napoli son oyunlardır başlayıb, yəni də Conte öz xasiyyətinə uduzmağa, amma məncə bu mini derbidə Napoli qələbəsini götürəcək Atalantadan. Halbuki Atalantanın favori veriblər. Mən niyəsə Napolini qələbə görürəm McTominay'in qolu ilə. Milan-Parma oyunu da belə çox obyektivdir. Milan da belə onsuz da qələbə lazımdır ona və Parma da axırıncı yerlərə, yaxın yerlərdə olduğuna görə Milanın sırf qələbəsi nə qədər də primitiv olsa da başqa bir təxmin eləyə bilmirəm. Mən bu oyuna da vaz keçərdim. Və Roma-Cremonese oyununda niyəsə bayaqdan baxırdım ki, Cremonese'nin hər dəfə Vardy'yə görə qolunu gözləyirəm deyən, Roma isə başlayıb artıq qollu oyunlarını oynamağa. Udinese'yə uduzandan sonra deyəsən daha uduzmağı özünə tövbə edib. Onu tövbə nədir? Vuracaq indi Şahin ruhu mənim.
Roma Cremonese oyununa da baxdım. Cremonese Vardiya görə həmişə qolunu gözləyirəm. Ona görə Romada başlayıb artıq qollu oyunlara bu 0-0-lardan canı qurtarıb Romanın. Ona görə Roma Cremonese oyununa hər iki komandanın qol təxminini edirəm amma Romanın qələbəsinə də inanıram. Türkiyədən iki oyun var ki, hansı ki onlara gözüm sataşıb. Onun biri Konyaspor Galatasaray oynadı şənbə. Galatasarayın qələbəsi belindədir. Özdə əla əmsal da açılıb və bu oyunda Konyada Alanyasporu uduzandan sonra yəni dediyim kimi qol vuran komandadır. Bu oyunda qol Galatasarayın qələbəsini görürəm. Bazar günü bir dənə oyun var. Beşiktaş Göztepe oyunu. Orada da Beşiktaşın favori olduğunu düşünürəm və Göztepe də qol vuran komanda olduğuna görə hər iki komandanın qol təxminini eləyirəm. Birinci gün Fenerbahçe Kasımpaşa oyunu var. Fenerbahçe da artıq Galatasaraydan 3 xal geridə qalsa da Çempionski oyun gedir. Kim büdrədidir. Dəli kimi odur, budur, o neçə edir, bu neçə edir. Elə bir eyni şeylə gedirlər, ssenari ilə gedirlər. Amma qələbəsi çox az olduğuna görə bu oyuna 2-ci zərbəsi istəyirəm. Çünki Fenerbahçe son zamanlar 2-ci zərbələrini artırıb. Fenerbahçe'nin şəxsi 6,5 2-ci zərbəsinin üstünü təxmin edirəm. Topuğun bugünkü verilişi də sona gəlib çatdı dostlar. Əlbəttə, əgər mərc eləyirsinizsə, www Topazla mərc eləyin. www Topaz ilə legalda mərci bonusla əldə edə bilərsiniz. Yüklürsünüz TFC proqramını. Hər voucher aldıqda 244 751 yazıb www Pay seçirsiniz və salam. Bütün depozitlərinizə görə bonus yığılır və hər ikinci gün 010 100 12 34 nömrəmizə yazıb dövrəyinizə görə bonuslarınızı maaş kimi alırsınız. Öpürəm, bol şanslar.